BYD-ni hansı rejimdə sürək ki, benzin sərfiyyatımız çox olmasın? Salam aleykum, hər birinizi salamlayıram. Bu videoda inşallah mən sizə göstərəcəm ki, hansı rejimdə sürmək lazımdır ki, benzin sərfiyyatı az olsun. Son 50 kilometrin göstəricilərinə fikir verməyin, çünki hal-hazırda mən dayananda yerində çox peçka qurmuşam, hədsiz çox. Ona görə 5,6 litr yazır. Amma uzun müddətli yürüşmə baxsaz, 2000 kilometr düzdür, maşın kilometrajı o qədər də çox deyil. 2016 kilometrdə cəmi 4 litr benzin sərfiyyatım var. Bunu mən inşallah ki, sağlıq olsun, indi bildirəcəm. Deməli, əzizlərim, başlayaq ilk öncə nədən? Bunun sürüş tərzindən. Yəni məndən soruşurlar ki, biz hansı rejimdə sürək ki, benzin sərfiyyatımız çox olmasın. Əsasən taksi sürücülərinə aiddir. Yəni kim ki, gün ərzində daha çox sürür. Az sürənlərə tövsiyə edirəm ki, zaten şarjınızı eləyin, sürün rahatlıqla. Çox sürənlər, yəni 55 kilometrdən yuxarı sürənlər üçün artıq bu tövsiyə keçərli olacaq. Getdik. Deməli, əzizlərim, bax, tutaq ki, siz avtomobili şəhər içi sürürsünüz. Özümdə Amerika kəşf eləmirəm. Şəhər içi də sürmüşəm, tras yolda, magistral yolda da sürmüşəm və 100% mən sizə öz sınağımdan keçmiş metodu deyirəm sizə. Baxın, uzun trasdan başlayayım, yoxsa şəhər içi? Gəlin şəhər içindən başlayayım. Şəhər içi maksimum dərəcədə siz çalışın ki, elə ev rejimdə sürəsiniz. Yəni buradan hev yox, ev rejimdə, bu rejimdə, buradakı ev rejimində, şəhər içi. Harada ki, yəni sürətiniz heç 50-dən yuxarı qalxmır da, şəhərin tıxaclarında, nəyi var tıxaclarında, maksimum dərəcədə evidən istifadə edin. Yox, çıxdınız uzun yola, misal üçün, aeroport yolu, nə bilim, Sədərək tərəfə gedirsiniz, fərqi yoxdur. Hətta belə uzun müddət spusk düşsəz belə, yəni üzü aşağı düşürsünüz, yenə də save rejimindən istifadə edin, maksimum dərəcədə enerji yığın. Deyirəm ha, yenə də düz yoldur, gedirsiniz. Hətta üzü aşağı düşürsünüz. Yenə də save-i qoşun və bunu çevirin hevə. Çünki hevə çevirməsəz, o xodlanmayacaq. Hevə çevirin ki, bu CL05-lərə aiddir. Destroyerdə bilmirəm necədir. Yəni, ola bilər ki, maşın save-də olsun. Amma burada ev yazılsan, maşın mühərriki xoda düşmür məndə. Mən hevə çevirirəm, ondan sonra xoda düşür. Yəni, hevə çevirdik. Uzun tras, Dərnəgüldə falan, haradakı svetoforlar yoxdur, mühərrik işləyir daimi olaraq. Demək olar ki, siz dayanma eləmirsiniz, yalnız sürürsünüz. 30, 40, 50, 60, 80, 100, nə qədər bacarırsınız, mühərriki işə saldırın, qoy batareyanı yıxsın. Gəldiniz, çatdınız, tıxacdınız, işıqforlu, svetoforlu yerlərə, onda istifadə edin batareyanızı maksimum dərəcədə. Çünki batareyalar 0-dan 90 sürətə kimi, 0-dan 90 sürətə kimi ideal nəticə göstərirlər. Bunu mən sizə şəxsi öz məlumatımdan deyirəm. Çünki mən Gəncədən qaydanda 90-a qədər mən sürürdüm. Burada kilovat, hətta 99-a qədər. Kilovat 13 kilovat sərfiyyat var idi 100 kilometrə. Bu da ideal nəticədir, yaxşı nəticədir. Ona görə də dediyim kimi, tras sürürsünüz, əzizlərim. Maksimum dərəcədə, hətta üzü aşağı da düşsəz belə, zaryadkavızı, batareyanızı doldurun. Şəhər içi düz yol oldu, çalışın, batareyadan istifadə edin. Ola bilər, yuxarı qalxanda, yoxuş qalxırsınız, ola bilər ki, bəli, sizdən batareya çox istifadə olunsun. Orada artıq öz şəxsi təcrübənizi əsaslanın. Misal üçün, maşın doludursa, lap istəyirsiniz mühərriki istifadə edin ki, batareyalar çox istifadə olunmasın. Yəni, batareyaları saxlayın düz və yollara, yəni svetoforlu yollara, tıxaclı yollara. Onda siz kalan endirim eləyə biləcəksiniz. Yəni, baxın, 4 litr benzin sərfiyyatı, qış aylarıdır, yanvarın demək olar ki, o ortasıdır, 15-idir. Yəni, ideal nəticə var. Sonra, trası mən bildirmişəm. Trasda mən sürmüşəm. Gəncəyə aid videom var. Kim istəsə baxa bilər. Gedəndə mən 5 litr sərfiyyatla gedmişdim. Ay rejimlə, ayını qoşmuşdum. Düz getdim. 100-ə 5 litr sərfiyyat oldu. Qaydanda isə save-i qoşdum. 60
faiza kimi doldururdum, sonra keçirdirdim ev rejimə. Heve çevirirdim, 60% dolurdu, sonra qayıdırdım ev rejiminə, 99 sürətlə gəlirdim. Burada misal üçün 60%-dən 20%-ə mənə göstərirdi ki, 30 kilometr falan gedə bilirsən, 32 kilometr. İnanın ki, hələ təxminən bu 32 kilometri gedirdim mən. Saatda 99-dan. Yəni 90-a kimi sizdə ideal nəticə verəcək batareyalar istifadə eləyin. Başqa süsə nə deyim? Sonra maksimum dərəcədə batareyanı burada bu işarə var. Bu işarəni görürsünüz. Qırmızı işarəyə çatdırmayın. Bu çox ziyandır batareyaya, hədsiz dərəcədə. Yəni o dərəcəyə çatdırmayın. O da səhv eləmirəmsə, batareya 15%-dən aşağı düşərsə, ora gəlib çatır. Yəni ora gəlib çatana yaxın mütləq şəkildə maşını saxlayın, yerində qazı basın, dolsun 20%-ə qədər. Ümumiyyətlə batareyalar dolub boşalmalıdır. Ümumiyyətlə, yəni bu bütün Priuslara da aiddir, BYD-lərə də aiddir, fərqi yoxdur. Batareyalarımız dolub boşalanda onun ömrü uzanır. Yəni maksimum dərəcədə. Gün ərzində doldurun, boşaldın, doldurun, boşaldın. Heç bir fərqi yoxdur, heç bir ziyanı yoxdur batareyalara. Əsasən də bu 20%-dən 70%, hətta 60% aralığında deyərdim. 70%-i tam bilmirəm, amma 70%-dir məncə. Heç bir sıxıntısı olmaz. Ya doldurun, boşaldın, heç bir sıxıntı yoxdur. Nə qədər mühərrik uzun, yəni misal üçün də, yəni 80 ilə gedirsiniz, 90 ilə gedirsiniz, o qədər də tez batareyanı dolduracaq. O qədər də tez. Qısa yavaş sürətlərdə elə də güclü doldura bilmir, amma yüksək sürətlərdə onu qəşəng doldura bilir. Misal üçün deyirəm, energy regeneration, misal üçün bunu larger'ı da qoya bilərsiniz. Uzun müddət düşürsünüzsə aşağı. Yəni qoy elə qazı buraxan kimi özü tormozlanmanı eləsin yüksək səviyyədə və daha çox sizə enerji verə bilsin. Bundan da istifadə edə bilərsiniz. Ola bilər ki, mənə sual verəsiniz ki, daha nə oldu? Yəni mən elə bütün günüm bu ilə oynayayım. Vallahi süzə. Maksimum bircə dənə knopka lazımdır. Bax bircə dənə. Bu knopka. Bax bu knopka, bir dənə bu sizə lazımdır. Çox. Heç burada save zad eləməyin. Heç nə lazım deyil. Bax qardaş, heve keçdin, bax o heve keçdin. Vso. Sür maşın bu trasda. Gəldin, çatdın propkalara. Bir dənə təzəm bunu buradan bir dənə belə elədin və salam. Vso. Düşdü ev rejiminə. Ev rejimi ilə də sür boşalana kimi. İnşallah bir dənə də zakaz verdinizsə uzaq yolla Dalniyə təzədən qoşursa ev rejiminə. Belə görəcəksiniz ki, sərfiyyatınız düşəcək aşağı inşallah. Ondan istifadə edə bilərsiniz. Təbii ki, imkan varsa şarja taxın. İndi videonun sonunda mən sizə öz izləyicimin göndərdiyi bir video ilə tanış edəcəm. Hansı ki, BYD-nin üstündə gələn şarj aparatı ilə öz evində şarj edir və bilmədiyimiz məlumatlarla çox güman ki, hamımız tanış olacaq. Çünki özüm də bu günlərə tanış oldum. Söhbət nədən gedir? Qardaş şarja taxır evdə, bildiyimiz üstündə gələn aparat başlıqla 3 vilkalı başlıqla gəlmişdi. Onu kesib 2 vilkalıya çevirib. Heç zazim liniyasız adı yoxdur. Birbaşa taxır toxa 220 volta. 220 volta taxır maşına. Birinci marqatlayır onda tez-tez. Bu ilə 1,2 kilovatla, 1,5 kilovatla doldurur. Amma təzədən o başındakı olan knopkaya basır, buraxır, qalxır 3 kilovatla doldurmağa. Təsəvvür eləyin ki, 3 kilovatla dolduran moment nə evindəki şot çıxatır, çox maraqlıdır. Yəni düz çox vaxtı gecə vaxtı dediyinə görə qoyur. Yəni gecə vaxtı da qoymağına baxmayaraq normal istifadə eləyir. Yəni heç evin şot çıxı, yəni 5 kilovatlıq şot çıxlarımızda ki, heç atmır onda. Çox gözəl. Belə adi bina evindən, yəni ikinci mərtəbədən aşağı salır və qoşur. Başqa da ki, əzlərim, mənə elə gəlir ki, Gəncədən qayıdamaq videoma da baxarsınız. İndi burada yerləşdirəcəm, indi çox güman ki, videonun sonunda onu. Onu da istəsəz baxarsınız. Çünki kifayət qədər maraqlı. Gedəndə ay rejimdən getmişdim. Bu rejimdən cəmi 105 litr sərfiyyat var idi. Qaydanda mən indi sizə dediyim bu heavy qoşurdum. 60%-ə qalxırdı zaryadka. Sonra evini qoşurdum, ev rejimi. Sürürdüm təzədən boşalana kimi 20%-ə kimi. Sonra təzədən doldurum. Belə rejimlə sürdüm. Uzaq yolda 4 litr sərfiyyata saldım. Belə əzlərim. Yəni adi
Beydən üstündə gələn şeydir də, budur. Gördüyün kimidir də, bundandır. İndi taxıram bir dənə görünə göstərir, bismillah. Görsən, başladı yavaş-yavaş eləməyə. Marqatlamağa, düzdür. İndi 1,2 ilə yığır. İndi bir dənə bunu basıram, bax. Bıraxıram. Gördün? Keçdi 3-ə. Keçdi marqatlayır, görsən. Görsən də bax. 2 saat 4 daqiqə göstərir. Bir dənə də müdaxilə eləyim. Niyə görə məndən soruşurlar ki, eko rejimdə sürürsən? Əzizlərim, köhnə, yəni nə qədər də yeni maşın sürsəm də, yeni nə bilim, texnologiyalara uyğunlaşsaq da, deyirəm ki, bu məndə fikir verin, 2000 kilometrin 967-sini mən mühərriklə sürmüşəm. 1049-u mən şeylə sürmüşəm də, batareya ilə sürmüşəm. Deyirəm 2000 kilometri, 2000 hev sürüşü inşallah mən eko rejimdə sürəcəm ki, mühərrikim apqatqa olunsun. Ondan sonra normal sürüşdə sürəcəm. Lazım gələndə lap sport rejimdə qoşacağam. Amma ekonu mən sırf apqatqa eləməyimə görə sürürəm ki, yəni maksimum çalışıram ki, burada heç power'a qaldırmayım. Hələ ki, çox tərəflə, ancaq elə buralarda sürürəm eko ilə. Və sonra normala, hətta sporta da lazım olsa keçirdəcəm. Həm də birinci yağ dəyişməni də hələ heç eləməmişəm də. 3500 hevdə deyir. Yəqin ki, bir 2000 hevdə gedərəm də. Yəni, məncə 2000 hev 6 ay tamam olacaq maşının istehsalından. Ona görə də gedib 2000 kilometrdə hev yürüşündə bunu dəyişəcəm yağını. İnşallah onu da çəkilişini eləyəcəm ki, sağlıq olsun, məlumatınız olsun. Belə, ona görə bunu bir yoldaş var, bir neçə yoldaş var ki, hər dəfə mənim videolarımda deyir ki, qaşı eko ilə sürmə, sırf onlara cavab olmaq üçün bu hissəni çək. Bu ilə mən videoyu yekunlaşdırıram. İnşallah ki, videonu bəyənsəz, like etməyi unutmayın. Uzun video oldu, üzürlü sayın. İndi qaqaşında videosunu burada sonda yerləşdirəcəm. Allah canınızı sağ eləsin.